Salam əziz 9-cu siniflər. Bu video izahımda 2026-cı ildə yanvar ayının 25 keçirilmiş dəyər nəşrlərinin sınaq dövrü keçirilib və 9-cu siniflər üçün düşmüş riyaziyyat suallarının izahını verəcəm. Vaxt itirmədən keçək sualların izahına. Deməli, birinci sualda nə deyir? 5'te 4 hissəsi dolu olan qaba 2 litr su əlavə etdikdən sonra qab tam dolur. Qab neçə litr su tutur? Yəni düşünək biz. Bu fikirləşin bizim qabımızdır. Və bu qabı 5 bərabər yerə bölmüşəmsə bu formadır. Bu formada 5 bərabər yerə bölmüşəm. Bu qabın 5'te 4 litr doludur. Fikirləş ki, bu hissə doludur. Yəni asan bir sualda uzatmaya heç ehtiyac yoxdur. 5-4 hissəsi doludur və 2 litr su əlavə etdikdə bu qab tam doldu. Bu hissəsi də doldu. Deməli, hər hissi 2 litr su düşərmi? Düşər. Deməli, qab ümumilikdə 10 litr su tutur. Satış qiyməti 350 manat olan telefonu 18% endirim edildikdən sonra neçə manata almaq olar? 350 manata satış qiymətidir. Deməli, bu 100%'dir. 18% endirim olubsa nə olur? 82%. Nə qədər? X. Neçə manat almaq olar? X-ə tapaq. 100. 350 vur. 82. 0'ın biri geçsə, qalar ilə 35 vur. 82 böl 10'a. Buradan bu 5'i ixtisar edə. Burada 2 qalar. Burada 7. Burada 2 ixtisar edə qalar 41. 7'ni 41'e vuranı 7, 7, 7, 28. 287 manat. Sonra 59-cu sualda ifadəsinin qiymətini tapın. Deməli, çarpaz vursam, yəni 5'e m, n-i 7'ye, 5 m bərabər 7'in, m-ə 7k, n-ə 5k deyərəm. Gətirib yerinə qoyaram. Burada m-in yerinə 7k üstə n-in yerinə 5k. 7k çıx 5k. 7'dən 5 çıxanda 2k. 12k. Bunlar gedər. Cavab qalar 6. İfadəsini sadələşdirin. Bunların hər ikisindən ümumi bax bu ifadədən 2'ni çıxardıram mötərizə xaricinə. Qalar x kvadrat çıx 9. Buranın 2'ni çıxardıram, qalar x üstə gəl 3. 2'lər gedər. X kvadrat çıx 9'u, x çıx 3. X üstə gəl 3. X üstə gəl 3. Bu formada gedər. Cavab qalar x çıxılsın 3. E variantı. Keçdik 61-ci suala. Ədəd oxunda qeyd olunmuş nöqtələr arasındakı məsafə 5 olarsa, A nöqtəsinin koordinatını tapın. Qeyd olunmuş nöqtələr arasında. Aha. Deməli, ədəd oxuna qeyd olunmuş nöqtələr arasında məsafə 5 olarsa. Bu 4'dən A-ya kimi məsafə nədir? 5. Deməli, 4'dən 5'i çıxaram. -1. A nöqtəsinin koordinatı oldu. -1. Düzbucaqlı üçbucağın düzbucaq təpəsindən çəkilmiş hündürlük. Yəni, düzbucaqlı üçbucaq çəkək verilən şərtə görə. Belə. Düzbucaqlı üçbucaq. Düzbucaqlı üçbucağın düzbucaq təpəsindən çəkilmiş hündürlüyü hipotenuzu. Bax, bu hündürlükdür. Hipotenuzu 8 və 2 santimetr 2 hissəyə ayrılır. Verilmiş düzbucaqlı üçbucağın katetlərinin hasilini tapın. Bu da H. Biz düzbucaqlı üçbucaq üçün düsturu bilirik ki, bax bu düzbucaqlı üçbucaq olsa, tutalım ki. Məsələn, düzbucaqlı üçbucaqda düzbucaq təpəsindən çəkilmiş hipotenuza hündürlük, bu hündürlük olsa, hündürlük bunu n və n hissələrə bölürsə, h-ın kvadratı bərabərdir n vur n. Burada deməli, h-ın kvadratı bərabər 2 vur 8, onda h olur 4. H-ı tapdıq 4. Bizdən nə soruşu verilmiş düzbucaqlı üçbucağın katetlərin hasilini tapın. Və əlavə olaraq da bilirik ki, h bərabərdir
Məsələn, A və B katetlər olsa, A vur B böl C düsturumuz var. H-ın yerinə gətirib mən qoyaram 4-ü. C-ni də bilirik hipotenuzdur 10-dur. A vur B. Deməli, katetlərin hasılı olur 40. B variantı. Ədədi neçə rəqəmlidir? Bu adi düsturdur. Açılışını yazılır. 5218 çıx 4782. 5218 üstəgəl 4782. 5218'den çıxsaq 4782'ni, yəni durup bunu kvadrata yüksəldib nəsə eləməyə düşünmüyor. 6 82 çıxanda 6, 11'den 8 çıxanda 3. Aha. Sonra 11'den 7 çıxanda 4. Bu da işinə qalmır. 436. 436 bəli. Vurulsun. 5218'in üzerine 4782 gelsək 10 10 10 bu da 10. Oldu. Bilə bir rəqəm. 10.000. Yəni 436 vur 10.000. Bu da nə deməkdir? 436'nın yanına 4 dənə 0. Neçə rəqəmdə də oldu? Deməli 4, 3, 7 rəqəmdə də A variantı. Çevrənin xaricindəki nöqtədən çevrəyə qədər məsafə. Bir dənə çevrə çəkək. Çevrənin xaricindəki nöqtədən çevrəyə qədər məsafə 2 santim. Çevrəyə qədər məsafə budur uşaqlar. 2 santim. Və mərkəzdən keçməli gəlir. Həmin nöqtədən çevrəyə çəkilən toxunan 6 santim. Çevrəyə çəkilən bu toxunan. Həmin nöqtədən çevrəyə çəkilən toxunan 6 santim. Deməli bura 2, bura 6. 6 santim. Çevrənin radiusunu tapın. Bu xətti uzatsam, bu xətti uzatsam, bu xətt əslində gəlir mərkəzdən keçir, gedir bura kimi. Onda bura eğir, bura deyir. Və çevrədə biz toxunan və kəsən arasında mütənasiblik var idi. Bax, düstur budur. Yadınızdan çıxıbsa xatırladım. Deməli, bu tam toxunan, bu da kəsəndirsə, kəsən, deməli. Vay. Neyse, toxunan və kəsən. Mesela adlarını qeyd eləsək, tutalım ki A, B, C, D. AB kvadrat bərabərdir AC vur AD. Belə bir düstur var idi. İndi buradadır. Bura mən bir B qoysam, burada bir tam C qoysam, yenə AB kvadrat bərabərdir. Yəni AB 36'da 36 bərabərdir. AC vurulsun 2 üstəgəl 2R. 2 ilə 18, 36 gedir. 18 bərabər 2 üstəgəl 2R. 16 bərabər 2R. R bərabərdir 8. Bizden çevrənin radiusunu soruşur, cavab olur 8. 65-ci sual tənhəl sistemlə x çıxılsın y fərqini tapın. Adi tənliklər sistemidir. Deməli, mən tutalım ki, bax, bu tənlikdən üstəyin çıxıram. X-dan x çıxsam 0, 2y-dən 5y çıxsam 7y olar. Toplanır. 3'ten 17'nin çıxsam -14. Y bərabərdir -2. Y tapdıq -2. Birin götür, fərqi yoxdur. X çıxılsın 5y bərabərdir 17'dən. X, y-in yeri -2'ni qoy. Olur. Üstəgəl 10 bərabərdir 17. X bərabərdir 7. Y -2 x 7 olur 7. Üstəgəlinsin 2. Cavab 9. E variantı. 66. ABCD düzbucaqlısında AE ED'ye bərabərdir. Aha. BYC 60 dərəcə və BC 6 cm olarsa CD'ni tapın deyir. Bura nədir? 3. Deməli 3'dürsə başqa nə etmək olar? Burada 3'dür. Bax, tutalım ki, fikirləş ki, bura alfadır.
Bura betadır. Bura alfadırsa burada alfadır. Düzdürmü? Onda alfa betanın cəmi nə eləyib? 90 eləyibsə, bu formada yazmaq olar. Bizdən CD-ni soruşur. Əlavə olaraq da bax, tutalım ki, deməli, yarıya bölübsə düzbucaqlıda. Bura alfa, bura betadırsa, bura 90'dır. Alfa üstə betanın cəmi 90 dərəcə eləmir. Alfa üstə betanın cəmi 90 dərəcədir. Bu onsuz da bu tərəf A'dırsa, bu tərəf də A'dırsa, yəni bunun bu düzbucaqlı üçbucaqdan bu düzbucaqlı üçbucaq biri-birinə nədir? Yəni oxşar deyil də, artıq oxşarlıqdan keçib, bərabərdir. Bərabərdirsə, bu alfanın qarşısındakı, bu A'nın qarşısındakı bucaq alfadırsa, burada da A'nın qarşısındakı bucaq nə olmalıdır? Alfa olmalıdır da, bir-birinə bərabərdir axı. Vəssalam, 2 alfa bərabər 120 dərəcə. Çünki alfa üstə gəl 60, 180 olmalıdır. 2 alfa 120. Onda alfa da 60 dərəcə olur. Bizdən CD-ni soruşur. Alfa da 60 dərəcədir. Onda bura 30 dərəcə qalır. Bəli. 30 dərəcə bucaq qarşısına katet 3-dürsə, 60 dərəcə bucaq qarşısına katet 3 kökdə 3 olmalıdır. Cavab olur E variantı. 67-də 5-də 2 üstü mənfi 1, yəni 2-də 5 deməkdir. Üstə gəl 3 bölünsün, 2 üstü mənfi 1, 2-də 1 deməkdir. Olur 2-də 5, üstə gəl 6. 6 tam 2-də 5. 2-də 5 onsuz da nə deməkdir? 2 tam 2-də 1. Üstə gəlsin 6, 8 tam 2-də 1. Bu deyil 2-də 17. C variantı. İfadəsinin qiymətini hesablayın. Deməli, misal belədir də, kök altında 2 üstə gəl. Bax, bu kök altında onu mən yazıram belə, kökdə 2 vur, kökdə 5. Olur kökdə 3 üstə gəl. Bunu yenə yazıram, kökdə 3 vur, kökdə 5. Buranı hesablayaq. Buradan mən kökdə 2 mörtəzə xaricini çıxardaram. 1 üstə gəl kökdə 5. Buradan da kökdə 3'ü çıxardaram. 1 üstə gəl kökdə 5. Bunlar getdi. Qaldı kökdə 2 böl kökdə 3. Çıx kökdə 6 böl kökdə 3. Yox, bu kökdə 3 deyil. Bu 3 deyil. Bu hissəni görürsünüz. Bu kəsiri mən qoşmasına vurmalıyam ki, məxrəc irrasionallıqdan azad olsun. Kökdə 2 kökdə 3'ə bax, bunu da kökdə 3'ə vuranda, bunu da kökdə 3'ə vuranda, buraya eləyir 3, kökdə 2'ni kökdə 3'ə vuranda kökdə 6 eləyir. Elə çıx kökdə 6. Cavab 0. A variantı. Gəldik 69-cu suala. Trapeziyanın diaqonalı onun orta xəttini 3-5 nisbətində bölür. Yəni trapeziya çəkək. Baxaq görək bu sualda nə deyir bizə. Trapeziyanın diaqonalı onun orta xəttini. Bu da fikirləş ki, trapeziyanın orta xəttidir. Belə deyək. Bir deyil. Bu da fikirləşək ki, trapeziyanın olsun orta xətti və bu diaqonal orta xətti 3 və 5 nisbətində, yəni 3K 5K nisbətində bölür. Trapeziyanın oturacaqlarının cəmi 48, yəni A üstə gəl B-nin cəmi 48. Olarsa onun böyük oturacağınız onu tap. Bax, bu orta xətdirsə bərabər bölür, bu da orta xətt. İndi bax, şəkil üzərindən göstərirəm sizə, diqqətdən bax. Sən bir dənə fikirləş. Bu üçbucağa bax, bu üçbucağa fikir ver. Bu 3K, həmin bu 3K. Məsələn, adlandırsam A, B, C üçbucağının orta xəttidirmi? Həmin bax, tutam ki, bu M, N, K olsa. Bax, bu MK xətti. Bu MK xətti. Bu BC-nin yarısına bərabərdir. Çünki üçbucağın orta xətti. Deməli, A 6K-ya bərabərdir. Yarısı. 6K-ya orta xətt axı.
Eyni zamanda buranı təmizləsək, eyni zamanda diaqonal bərpa eləyək. Burada indi bu üçbucağa bax, fikir ver bax bu üçbucağa. Bu üçbucaqda tutalım ki, bura mən bir dənə C yazmayaq, B, D yazaq. D. Eyni zamanda bax bu KN xətti AD-nin yarısına bərabərdir. Çünki ACD üçbucağının bax bu KN xətti, bu xətt, KN xətti ACD üçbucağının da orta xəttidir. Onda B olur 10K. 6K üstə gəl 10K bərabərdir 48-ə, 16K bərabərdir 48, K bərabərdir 3. Böyük oturacağın uzunluğunu tap 30. B variantı. Tənliyini həll et. Yerinə qoyaq -3x üstə gəl 18, -8x çıx 7, 5x bərabərdir -25, x bərabərdir -5. D variantı. Aşağıdakilərdən hansı romba aid deyil? Qarşı bucaqlanacaq 180 dərəcə verir. Məsələn, romb. Yəni romb çəkək, göstərim sizə. Bax bu romb. Qarşı bucaqlanacaq 180 dərəcə deyil. Əlbəttə ki, deyil. İki bucağın cəmnətəyi 180 və yaxud da 2 dənə kör bucağın cəmnətəyi 180 olsun. Deməli, aid deyil. Qarşı bucaqlanacaq 180 dərəcəyə bərabərdir deyir. Bərabər deyil. Bu getdi. Diaqonallar perpendikulyardır. Bu düzdür. Rombun diaqonalları perpendikulyardır. Qarşı tərəflər paraleldir. Düzdür. Bütün tərəflər bərabərdir. Düzdür. Yalnız qarşı tərəfləri bərabərdir. Xeyr. Bütün tərəflər bərabərdir. Aid olmayan deməli 1-dən oldu 5. E variantı. Sinifdə 12 qız şagird var. Sinifdəki 2 qız şagird çıxıb və sinifə 2 oğlan şagird gəldikdən sonra oğlan şagirdlərin sayı qız şagirdlərin sayından 3 dəfə çox olur. Əvvəl sinifdə neçə oğlan şagird var idi? Bax, sinifdə 12 qız şagird var idi. 12 dənə qız. Sinifdən 2 qız şagird çıxdı. Qaldı neçə qız? 10 qız. Sinifə 2 oğlan şagird gəldikdən sonra, oğlan bilmirik də, 2 oğlan şagird gəldikdən sonra oğlan şagirdlərin sayı qız şagirdlərin sayından 3 dəfə çox oldu. Bəli. Oğlan şagirdlərin sayı oldu bu. Qız şagirdlərin sayından 3 dəfə çox oldu. Oldu 30. Əvvəl sinifdə neçə oğlan şagird var? Deməli, oğlan üstə gəl 2 bərabər 30-a, oğlan da oldu 28 nəfər. Əvvəl soruşurdu bizdə. Qız şagirdlərin sayından 3 dəfə çox olur. Bəli. Gəldi 73-ə. 4/1 hissəsi ilə 6/1 hissəsinin fərqi 15 olan ədəd neçədir? 4/1 hissəsi 4/1 qız, 6/1 hissəsinin fərqi 15 olan. Hər tərəfi mən bunun 12-yə vursam, bunu da 12-yə vururam, bunu da 12-yə vururam. Onda bu gedir 3 qız çıx 2 qız bərabərdir 180. X bərabər 180. Ədəd neçədir? 180, 15, 12 vurunda 180 edir də. Fərman 3 eyni kitab və 4 eyni dəftər üçün 24 manat. Bax, 3 eyni kitab və 4 eyni dəftər üçün 24 manat ödəyib adam. Kərim isə 5 həmin kitab və 6 həmin dəftərə 39 manat. 5 həmin kitab və 6 həmin dəftərə 39 manat. Hikmət həmin kitab və dəftərdən hər birindən bir ədəd alarsa neçə manat ödəməlidir? Burada kitab və dəftəri tapmalıyıq. Deməli, bunu həll eləsək, mən bu yuxarını vuraram buranı. Buranı vuraram -3-ə, tutalım ki. Buranı vuraram -2-yə. Bunda sistem tənlim olar belə. -9K çıx 12 dəftər bərabərdir -72-yə. -10 kitab çıx, bunu müsbət 2-yə vuraq da. Müsbət 2-yə vuraq ki, mənfilərə ehtiyac olmasın. 12 dəftər bərabərdir 78-ə. Alt-alta toplasam
Olar kitab bərabərdir 6-ya. Kitab 6-dır. 6 manatdır yəni. Bir kitab. Bir kitab 6 manatsa 3 vur 6 üstə gəlsin 4 dəftər bərabər 24-ə. 4 dəftər bərabər 24-dən 18 çıx. Nə görək? 3 kere 6 18 24-dən heç nə. Dəftər 3 kere 6 18. Kitab 6 manat düzdür. Dəftər dunda oldu. 1,5 manat. Neçə manat ödəməlidir? 6 üstə 1,5 7,5 manat. Səhv tapmadıq 72. Deməli 2-nin 10K 12 dəftər 78. Alt toplasam dəftərlər gedər. Bir kitab 6 manat. Bir kitab 6 manatsa 60 78 heç nə. 3 vur 6 18 4 dəftər 24 bəli 6 heç nə 1,5 manat oldu. Çevrə xaricdən çəkilmiş 4 bucaqlı 3 harcı tərəfinin uzunluqları. Bax. Çevrənin xaricdən çəkilmiş bir dənə 4 bucaqlı. Bu 4 bucaqlı. İxtiyari bir 4 bucaqlıdır. Belə deyək. Birinci çevrəni çəkək. Sonra bu çevrənin xaricinə xaricinə 4 bucaqlı çəkək. Belə. En azından xassə var da, düzdür. Əgər çevrənin xaricdən 4 bucaqlı çəkilibsə, xassə nə idi? Qarşı tərəflərin cəmi biri-birinə bərabər olmalı idi. Düzdür. Çevrə xaricdən çəkilmiş 4 bucaqlı 3 ardıcıl tərəfinin uzunluqları 3. Yəni qarşı tərəflərin cəmi nə deməkdir? A üstə gəl B bərabər C üstə gəl D. Bu formalı. Deməli 3 ardıcıl 5 7. Verilməyən tərəfin uzunluğu neçə santimetrdir? Bunu soruşur da səndən. 3 üstə 7 10 5 üstə 5 gəlməli ki 10 eləsin. Deməli D olur 5. Bucaqları 2 bucaq olan 3 bucağın 3 bucaqdır. Bucaqları 2 bucaq olan 3 bucağın, yəni bütün bucaqları 2 bucaq olan 3 bucağın təpə nöqtəsindən keçən düz xətt həmin təpə nöqtəsindən keçən düz xətt həmin təpənin qarşısındakı tərəfə paraleldir. Həmin təpənin qarşısındakı təpə nöqtədən keçən bir dənə düz xətt. Bu düz xətt belə. Bu xəttə paraleldir deyir. Belə məsələn nəsə. Paraleldir. Bu düz xətt üçbucağın tərəfləri ilə 45 dərəcəli və 55 dərəcəli bucaqlar əmələ gətirir. Üçbucağın kiçik daxili bucağı neçə dərəcədir? Deməli, bax bura 45 dərəcədirsə, paraleldirsə burada 45 dərəcə. Çünki bu bucaqdan bu xətti mən uzatsam, bu formada uzatsam. Bu bucaqdan bu 45'lər qarşılıqlı nədir? Daxili çarpazdır. Bura 55 ise burada 55'dir. 45 55 neçə eləyir? 100. Bunda bura 80 dərəcə. Bizdən üçbucağın kiçik daxili bucağı 45 dərəcə. Cibindəki 80 manat pulunu 24 manatını dostuna verən ananın cibində pulunun neçə faizi qalmışdır? Bu adam 80 manatdan 24 manatını verdi anara. Cibində nə qədər qaldı? Deməli 40 46 yox 56 manat. 80 manat pul var 100%'dir. 56 manatı qalıb. 56 manatı qalıb. X. X'i tapaq. 80 56 vur 100. Bunlar getdi. Bu da getdi 7 70 faiz. 70 faiz.
Sonra bu tapşırıqlar tərəfləri ABC olan üçbucağın tərəfləri arasında belə bir üçbucaqdır, tutalım ki. Tərəfləri A, B, C olan üçbucağın tərəfləri arasında 2A kvadrat, 3B kvadrat, C kvadrat asılıq olarsa bu üçbucağın C tərəfinə çəkilmiş medianın uzunluğunu B ilə ifadə edin. Medianın uzunluğunu B ilə ifadə edir. B ilə ifadə edir. Mediandırsa yarı bölür. Deməli, B ilə ifadə edir bizə 2A kvadrat bərabər 3B kvadrat C kvadrat olan bu üçbucağın C tərəfinə çəkilmiş medianın uzunluğunu B ilə ifadə et. Median üçbucağı neynir? Tərəfi yarı böldü. Deməli, bura C böl 2, burada C böl 2 oldu. İndi B ilə ifadə edirsə, deməli, biz median düsturun nətər idi? Məsələn, C tərəfinə çəkilmiş median düsturu 2'də 1 kök altında 2A kvadrat üstə gəl 2B kvadrat çəkildiyi tərəf çıx C kvadrat. İndi burada 2A kvadrat 3B kvadrat üstə gəl C kvadrat deyir də bizə. 2A kvadratın yerinə bunu qoyacağım. Olacaq belə. MC bərabər 2'də 1 kök altında 2A kvadratın yerinə yazıram 3B kvadrat üstə gəl C kvadrat üstə gəl 2B kvadrat çıx C kvadrat. C kvadratlar gedər. Onda MC bərabərdir 2'də 1 kökün altında 5B'nin kvadratı. Məndən median uzunluğunu B ilə ifadə edir də. Median uzunluğunu B ilə ifadə edir. MC bərabərdir 2'də 1 B də çıxır kökün altından B kök altında 5. Vəssalam, B ilə ifadə elədik. Oldu belə. Elə bil ki, kökdə 5 böl 2 B. Cavabımız bu olur. Kökdə 5 böl 2 B. Şəkildə demək olar ki, bu suallardan nisbətən deyək ki, maraqlı sual bu idi hələ ki. Şəkildə uzunluğu 3 kök altında 6 cm olan AB vətəri çevrəni 1-3 nisbətində 2 qövsə ayırarsa. Aha, 1-3 nisbətində, yəni bura K, bura 3K. Çevrənin radiusunu çək. Məsələn, mən bir dənə mərkəzi nöqtə qururam. Bu vətərin təpə nöqtələrindən belə bir radiuslar çəkirəm. R. 4K bərabər 360'a, K bərabər nəyə? 90'a. Bu K 90 dərəcədirsə, bu da 90 dərəcədir. Deməli, burada yarandı bərabəryanlı düzbucaqlı üçbucaq. AB'nin kvadratı bərabərdir kökdə 2 R. Düzbucaqlı üçbucaqda hipotenuz katetlərin kök 2 mislinə bərabərdir. Vəssalam, AB-ni də verib 3 kökdə 6 kvadratı 9 kere 6 54 bərabər kökdə 2 R. Radiusu soruşmur. Radiusunu içsən R də bərabər 54 böl kökdə 2. Bu da oldu 54 kökdə 2 böl 2 getdi 27 kökdə 2. Belə. 80. YF və LK uyğun ola LBCK. Trapezin orta LBCK. YF, bax bu YF. Bu YF. Bu LBC. Bax bu trapeziyanın orta xəttidir. Digəri isə digər trapeziyan. Onda LK üstə gəl BC böl 2 bizə 9'u verir. LK'nın yeni 5x çıx 3 üstə gəl 2x böl 2 bərabər 9 yazsam 5 2x 7x çıx 3 bərabər 18 x
x beraber 3. X'i tapdıq 3. Eyni zamanda da LK ABCD trapesiyasının orta xəttidirsə LK, onda x'in yerine 3 qoysam LK neye beraber? 5 3'e vur 15 çıx 3 12. 15 çıx 3 12. Onda LK da beraberdir EF üstə gəl AD bölü 2'ye. LK'nın yerine 12. 12 2'ye vuran 24. EYF 9 üstə gəlsin 3y kvadrat üstə gəl y üstə gəl 1. Deməli 3y kvadrat üstə gəl y bu 24'ü keçirsən bu tərəfə 9'dan 1 10 24 çıxanda 14 bərabərdir 0. Bizə y-in müsbət qiymətini soruşur. Diskriminant həlliliyə deməli d bərabər b kvadrat 1 çıx 4ac üstə gəl 4'ə 4 kere 3 12 12'nin 14'ə vursaq 4 kere 2 8 4 kere 1 4 1 kere 2 2 1 kere 1 1 8 6 1 168 bu ili 169 y1 bərabərdir mənfi 1 çıx 13 bölü 2 müsbət qiymətin üstə gəl 13 götürürəm 12 bölü 2 cevap 6. Cevap olur 6. Buranı təmizləyək. Buranı da kiçildək. Kvadrat tənliyin həlli bu qaydada. Tənliyin köklərini tapın. İndi modulda 3x çıx 9 bərabər 12 verməyib. Bir dəfə 12 kimi açacağım bunu. Bir dəfə də mənfi 12 kimi. Onda 3x bərabərdir 21, x bərabərdir 7, 3x bərabərdir 3, mənfi 3, x bərabərdir mənfi 1. Vəssalam 7 və mənfi 1. Belə. Bitdi uşaqlar. Sualların izahı köklərini tapın 7 və mənfi 1. Sınaq çox sadə bir sınaq idi həqiqətən. Demək olar ki, düzdür. 9'un buraxılışı çərçivəsindədir. Amma nisbətən sadə suallar idi. Belə. Sağ olun uşaqlar, uğurlar sizə.